qədər həyəcanlıyam. Həm çox xoşbəxtçiliklə, həm belə qəhərlənirik. Əlbəttə ki, 30 ildir. 30 il elə belə demək deyil. Bir igidin ömrü deməkdir. Amma o qədər xoşbəxtdir ki, bugün biz öz doğma elimizdə, öz doğma Qarabağımızda, Xankəndində gözəl bir xeyir işlərdə, tədbirlərimizdə artıq biz tam belə rahat, tam belə sərbəst, necə deyərlər, özümüzün olduğu kimi, hər zamanki kimi gəlib bəli. Bax, belə geniş iştirak edirik. İnansız bəlkə də mən 25 ildir mən sənətdəyəm, o qədər həyəcanlı olmamışam. Həqiqətən sənət üçün çətindir, çox da böyük xoşbəxtçilikdir. Şad oldum, sizlər də xoş gəlmişsiniz, hər birimizin gözü aydın ki, biz artıq öz vətənimizdə, öz doğma obalarımızda, elimizdə, Azərbaycanın gözəl güşələrində biz görüşürük, gözəl tədbirlərdə, məclislərdə görüşürük. Çox çəkirəm, qüssə kədər, dünya səndən incimişəm. Çox çəkirəm, qüssə kədər, dünya səndən incimişəm. Yaşamağım oldu hədər, dünyam səndən incimişəm. Səndən incimişəm. Yaman kəstin kələyimi, yoxdur arxadırayımı. Canımızda bağlıyım bu torpağa, bu yerə, sıralanıb dağ kimi. Ey dostlar, gəlin belə yerlər. Canımızda bağlıyım bu torpağa, bu yerə, sıralanıb dağ kimi. Əzizlərim, gəlin belə yerlər. Gəl bacım, gəl qardaşım, yaşa benim halkım, yaşa, yaşa, yaşa Azerbaycan.
ışığına biz zalimin azaşiyle hemşe yanımdır göz karamanlar. Teşekkür ederim.